Əvvəla onu deyim ki, tilov mənə çox şeylər ifadə edə bilər, amma ümumilikdə götürəndə bir sənətçi üçün istənilən material, istər teatrda olsun, istər hansısa filmdə o material bir sənətçi üçün bəhanə eləyir, bəhanədir ki, o özünü ifadə eləsin. Bu mənada yəni mənim də özümü orada ifadə eləməyim üçün orada o material hədsiz dərəcədə mövzularla zəngin idi və xüsusən məni orada cəlb eləyən və işləməyimə həqiqətən belə bir təkan olan bir eşq mövzusu idi. Niyə burada görüşmək istədiniz? Bilmirəm. Açığı fikirləşdim ki, sənin yaddaşın bizim üçün çox vacibdir, Nigar. Ona görə burada görüşmək istədim ki, bəlkə buralar sənə nəyisə xatırladar, nələrsə yadına düşə bilər. Mənə görə deyirsiniz, yoxsa başqa nəsə var? Hı? Başqa nəsə var? Yəni, sən bir şeyləri xatırlamalısan ki, o da bizə işi tez açmağa kömək eləsin. Və o eşq mövzusu ki, orada belə deyim də, Nazim öz eşqi ilə və sistem arasında, öz eşqi ilə peşəsi arasında qəribə bir situasiyada, belə deyim ki, tilova düşür, təliyə düşür. Və ondan çıxış yolu çox maraqlı idi mənim üçün. Hansı ki, filmdə bir çox səhnələr gedişat içərisində dəyişdi və gözlədiyimiz sonluq olmadı. Hansı ki, hamının bildiyi sonluq orada yaranan bir məsələ idi. Bunu Emil Quliyev belə düşündü ki, bu cür həll eləsin. Mən daha çox bunu tərcih eləyirəm ki, yəni mən nəyi ifadə elədim. Ona görə o sənətçi üçün hər bir iş özünü ifadə vasitəsidir. Təbii bu istənilən işdə aktyor bu sualı qoyur özünə. Mən belə fikirləşirəm ki, forma etibarı ilə təbii ki, hər şey fərqlidir də. Amma əsas mənə mahiyyətdə olan bənzərlik daha çox maraqlandırır məni. Bu mənada mənə elə gəlir ki, orada əsas həm bir şəxsiyyət kimi onun məsələn eşq məsələsinə baxışında mən düşünürəm ki, hansısa bənzərliyimiz var. Və bir də digər tərəfə gələndə peşəsinə münasibətdə hansısa bənzərlik görürəm. Mən düşünürəm ki, mən də öz peşəmə bacardıqca sadiq birisiyəm və hər gün yenə də öyrənməklə məşğulam və hələ də heç nə bilmədiyimi dərk edirəm. Bu mənada onun da elə bir sadəlövhlükmü deyim, elə bir xasiyyəti olduğuna görə mən düşünürəm ki, haradasa bu bənzərliklər. Mən sizə bir şey deyim, bu serialın əvvəl başlayanda adı elə adanın öz adı ilə Çilov belə qoyulmuşdu. Sonra öz aramızda Cilova dəyişdik falan. Amma montaj prosesindən sonra, yəni biz elə birlikdə də belə bu adla bağlı müəyyən şeyləri də düşünəndə məncə də doğru bir addır qoyuldu Tilov. Çünki oradakı bütün məsələlər, süjet düzümü, yəni həqiqətən bu kontekstdə idi. Yəni mahiyyətindəki olan o ardıcıllıq, olan o dəyişkənlik həqiqətən Tilov kimi mənalana bilirdi. Çünki həqiqətən orada bütün münasibətlərdə birinin digərinə həqiqətən hansısa formada bir tilov atması, hansısa formada bir tələ qurması kimi bir şeylər özünü ifadə elədiyi üçün məncə elə tilov daha yaxşı. Həm adanın öz adı ilə da
bir hardasa yaxınlıq var, həm də bizim hekayənin elə kontekstinə də uyğun. Könül xala bu gün bura gəlmişdi. Ha gelmişti. Geldi biraz söhbət elədik. Sonra da getdi. Nə söhbət elədiniz? Nə dedi sənə? Nazim. O adam mənə öz sirrini etibar edib. İndi mən onu sənə necə danışma? Hə, elə danışırsan, elə bil məni tanımırsan. Müsibət səni. De görüm, ha. Sən yaxşı da, Nazim. Bax ha. Bax Hə. ha, bax. Baxıram. Sən nə isə gizlətməklə daha çox günaha batırsan, Həci. İndi belə mahiyyət etibarilə deyə bilərik ki, məsələn, Nazim və Nigar əfsanəsi filan kimi, nəsə o da belə hər anı ilə, yəni silinməz bir iz buraxıb mənim qəlbimdə. Məni çox təsirləndirən bir nüans, yəni gedəndən gələnə bu günə qədər də unutmadığım, orada bizlə 5-6 nəfər qadın işləyirdi. Və biz hardasa bir aya yaxın o adada olduq. Mən hər dəfə çəkilişdə, özü də gün ərzində 2 saat, 3 saat yataq ya yatmayaq. Səhərə qədər çəkiliş. Və o qadınların orada necə yorulmadan, necə zəhmət çəkdiklərini mən belə görürdüm. Təbii ki, orada belə də mən bunları belə sadəcə müşahidə eləməyi xoşlayıram. Bu da 3-cü leş. Bunun qarşısını almasaq, bu belə də davam edəcək. Təcil Bakıya xəbər verməliyik. Prokuror da göndərdik, getdi. Özlərinə o qədər də bildirmirdim, amma nəsə, hansısa bir söhbətdə olur da ki, yorulmamısınız filan. Yəni, onların çəkdiyi əziyyəti görüb, bax, mən ona çox kədərlənirdim, həm sevinirdim. Ki, mən düşünürdüm ki, filmin əsas rollarından birini oynayıram da, yəni qəhrəmanı oynayıram. Qəhrəmanlıq deyirdim, bax, budur. Həqiqətən. Yəni, mən çox zaman utanırdım onlardan. Kimsə gətir mənə nəsə geyindirir, kimsə nəsə su verir və yaxud nəsə. Bu mənada mənim üçün ən təsirli şey çox qəribədir, o xatirimdə ilişib qalır. Mən belə düşünürəm ki, yəni mənim orada oynadığım rolun kontekstində deyə bilərəm ki, hansı ki, məni də o maraqlandırıb. Bir cümlə ilə desəm, təxmini belə alınar ki, bax, dünyanın ən böyük cinayəti eşqsiz yaşamaqdır. Biz bəzən dedektiv əsər, hansısa cinayətlərlə zəngin olan bir əsəri belə sistemə bağlayırıq, nə bilim, başqa istiqamətlərə bağlayırıq. Amma həqiqətən mənim üçün kimisə öldürmək, mənim üçün kimisə sevməmək onu öldürməkdən daha pis cinayətdir, daha pis cəzadır. Yəni, bu mənada mən düşünürəm ki, orada baş verən hər bir məsələnin kökündə ta ana bətnindən deyərdim. Orada bir sevgisizlik deyə bir şey var ki, bu yaxınlarda da Emil Quliyev də bir paylaşım elədi. Sevgisiz böyüyən uşaqlar talan elədi dünyanı. Hansı ki, o uşaqlar böyüdülər, sərkərdələr oldu, böyüdülər, dünyanın sahibləri oldular. Yəni, onların o kəraməti hamısı sevgisizlikdəndir kimi, yəni belə də. Yəni, mən bu cür baxıram. Təbii ki, Emil Quliyev və onun komandası gecə-gündüz, yəni yorulmadan işləyən bir, Allah hamısını canı sağ eləsin, komandasının və təbii ki, oradakı cani dildən, sidq ürəklə işləyən aktyorların,
Yəni birgə əməyinin və bütövlükdə bu prosesi hamı doğrudan da bir eşqlə, bir başqa bir tutku ilə bu işi görüb bitirməsi idi. Mən belə düşünürəm.